Salam hörmətli tamaşaçılar. Bugün biz Respublika Gözdən Əlillər Kitabxanasının qarşısındayıq. Bugün bu kitabxanada məşhur yazıcı İlxan Elatlı ilə görüşümüz baş tutacaq. Həmin görüşdə məşhur yazıcısının tarixi romanı olan Armand Mişelin səsli təqdimatı baş tutacaq. Maraqlıdır, dəqiq elmlərdən humanitara necə keçid etdiniz və ümumiyyətlə yazıçılıq fəaliyyətində dedektiv janra müraciət etməyinizin əsas səbəbi nə oldu? Bu öz hekayənizi bizimlə oxucularla paylaşa bilərsiniz. Buyurun. Səsiniz. Hər birinizi salamlayıram, həm burada olanları, həm bizi sosial şəbəkələrdən dinləyənləri. Mən Tofiq bəylə də tanışam, bir dəfə sizin təşkilatın üzvləri ilə deyək də görüşmüşük, amma burada yox, Xətai Mərkəzi Kitabxana sistemi idi, səhv eləmirəmsə, orada görüşmüşdük, amma bura birinci gəlişimdir. Və çox şad oldum və çox da təşəkkür edirəm məni sayıb dəvət etdiyinizə görə və burada da bir qədər təəccübləndim. Mən yalnız arxalı canavarı bilirdim, səsləndirilməsin. Amma burada görürəm ki, çox sayda kitablar səsləndirildi. Atsız tablo da olmalıdır. Bəli, atsız tablo çoxdur. Mən hətta bunu səsləndirənlərə bir dəfə təəccübümü bildirmişdim ki, elə uzaqdan uzağa ki, maşallah, necə səbir var, mən üçün maraqlıdır. Onlardan burada iştirak edən oldu. Kəmalə xanım kitabınızı səsləndirir. Fasilədən sonunda soruşacağım ki, bunu neçə dəfiyə səsləndirirsiniz, necə səsləndirirsiniz? Kitab əlinizdə, mikrofon qarşısında, yəqin ki, elə olur. Göstərirsən, mikrofonu da gözlə, studiyamızda göstərir. Montaj olunur. Necə tərtəmiz olur? Fransalar tərəfində mən peşəkar. Deməli, keçin suala, sualın cavabını çalışacağım biraz qısa, həm də səmimi izah edeyim. Deməli, mən Şamaxı rayonunun Sis kəndi deyilən bir kənd var, çox kiçik bir kənddir. Pirqulu rəsədxanasına piyada 10-15 dəqiqəli idi, amma asfalt yolla uzaqdır. Orada doğulub, orada 8 illik məktəbi bitirib Bakıya gəlmişəm. Bakıda fizika riyaziyyat təmayüllü məktəbə, çünki riyaziyyat müəllimlərim mənim çox güclü olub və onlar həmişə mən uşaq olmuşam da, atam da məktəb direktoru və atama demək olar hər gün, bir gün yox, bir gün dərsdən çıxanda riyaziyyat müəllimim keçib müəllimlər otağında atama nəsə məndən deyib, öz təəccübünü ifadə edib, deyib ki, İlxan mənə elə sual verdi ki, dərindən düşündürdü, cavab verə bilmədim, dedim, sabah deyərəm və yaxud mən İlxana sual verdim, o sualı mənim gözlədiyim kimi yox, daha fərqli bir özünə məxsus cavablandırdı riyaziyyatdan və ya heç kəsin həll edə bilmədiyi məsələni o həll etdi. Belə-belə atamda bu fikir yaranıb ki, bu mütləq riyaziyyatın ardınca getməlidir, riyaziyyat müəllimi olmalıdır. Burada bir haşiyə çıxıram ki, mən həmişə gənclərlə və ya valideyn övladları olan, istər xanım olsun, istər bəy olsun, görüşdə onlara müraciət edib deyirəm ki, övladlarınızın seçiminə, peşə seçiminə diqqətli olun. Və heç vaxtda uşaq vaxtı ona inanmayın ki, siz sual verirsiniz, nə olmaq istəyirsən, uşaq ağlından nə keçir onu da deyir. Deyir, həkim olacam, müəllim olacam, oğlansa deyir, polis olacam. Bu hələ o demək deyil ki, onun gələcək xoşbəxtliyi o peşədədir. Və yaxud lap ta ki, gözlə baxırsınız, görürsünüz ki, lap həkim olacam deyirsə də bunun riyaziyyata böyük istedadı var. Özünüz düşünürsünüz ki, bu riyaziyyat arxasında getməlidir. Bu da səhvdir. Daha diqqətli olmaq lazımdır. Onun içindən keçən hissləri, ya valideynlərin hamısı savadlı olmur da. Ya valideyn özü çalışmalıdır, borcudur, onu aşkar etsin, ya da ən azından bir psixoloqa da müraciət edə bilər ki, mənim övladımla bir saat söhbət edin, onun içindəki o arzunu tapın. Bu mənim başıma gəlib özümün də yeganə övladım olan qızım məsələsində. Deməli, mən hələ uşaqlıqdan ədəbiyyata böyük həvəsim olub. Bütün kitabları, əlimə keçən kitabları oxumuşam. Beynimdə fantaziyalar qurmuşam. Hətta dedektiv qardaşlarımla dedektiv oyunlar düzəldirdim. Deyirdim ki, mən hadisəni düzəldim. Bu hadisədə siz polis olun, onu açın, onun sirrin qatili tapın. Bunu indi hər halda valideyn görür. Baxmayaraq ki, mənim valideynim, yəni atam, pedaqoji baxımdan adi valideynlərdən olmayıb. 55 il məktəb direktoru, SSR Maarif Əlaçısı, Azərbaycanın qabaqcı Maarif xatimi də bunlar hamısını halal yolla almış adam olub. Amma buna baxmayaraq yenə də övladının hansı sahəyə gedəcəyi məsələsində belə deyək, yanılıb. Ona görə ehtiyatlı olmaq lazımdır. Mən bunu ürəklə həmişə deyirəm. Və mən
o da xeyir, atamın da xeyir duası ilə Azərbaycan Dövlət Universiteti, bugün Bakı Dövlət Universiteti adlanır. Onun Mexanika Riyaziyyat Fakültəsinə qəbul olundum. Onu bitirdim, amma hələ orada tələbəlik vaxtıda mənim əsl arzum yenidən qaynamağa başladı. Baxmayaraq ki, adam özünü tərifləməz, amma qoy bunu mən deyim ki, mənim müəllimlərimin tərifi yersiz olmuyor. Məndə doğrudan da riyaziyyatda çox böyük istedad olur. Yəni, söhbət riyaziyyatı əzbərləməkdən getmir. Riyazi təxəyyülüm olur. Bunu müəllimlər də hiss edirlər. Amma universitetdə artıq özünü göstərirdi bu. İçimdən keçirdi ki, bir şeir kitabım çıxsın hələ tələbə vaxtı və yaxud hekayələr yazırdım, göndərirdim. Çoxunu da çap eləmirdilər. Axırda 3-cü kursdaydım, səhv etmirəmsə, Divar qəzeti, yəqin ki, indi dəvdən düşüb, amma bilənlər bilir ki, Divar qəzeti nə deməkdir. Yəni, yazıb ayda bir dəfə, aylıq bir, hər müəssisənin bir Divar qəzeti olurdu. Mexanika Riyaziyyat Fakültəsində də mən bir şeir qəzeti buraxmaq istədim. Hamını təəccübləndirdi. Riyaziyyat Fakültəsi hara, şeir qəzeti hara və düşündüm qəzetin adını nə qoyum? Qəzetin adını qoydum Röya. Ağlız olsa bilirəm hara getdi. Amma o vaxtı Röya məsələn yuxu deməkdir. Onda heç olmadan olmamışdı. Röya yuxu deməkdir. Bu şeirə də müəyyən qədər uyğundur. Həm də o vaxt Niyaməddin Musayev həqiqi mənada bir ulduz idi, parlamışdı. Yəni Azərbaycanda onu sevməyən və dinləməyən yox idi. Onun ansamblının adı elə idi. Özü ilə də görüşdə danışmışam Niyaməddin müəllimə. Bir görüşdə yanaşı düşmüşdü və kitab tədbiri idi. Və öz şeirlərimi bir də düşündüm ki, fakültədəki, Riyaziyyat Fakültəsindəki tələbə yoldaşlarımın şeirlərindən orada çap edəcəm. Gözəl bir qəzet olacaq. Amma özümdən başqa şeir yazan tək bir oğlan tanıdım. Müəyyən mənada məndən də yaxşı yazırdı, istedadı var idi. Onun şeirin və öz şeirimi, buna da qəzet olmur axı. Ona görə başladıq saxtakarlığa, açığı deyim. Yəni, bu oğlana dedim ki, sənin iki dənə də şeir ver, onu başqasının adıyla, qoy zənginlik olsun ki, fakültədə belə şeirlər var. Bir öz şeirimdən də ikisini kimin adına. Belə, bu qəzet bir ad çıxartdı, dekanlıq filan da baxırdı, bir söz demirdi. Zəhmətimə görə arxamda duran prorektor, rektor var idi. Çünki həm universitetin rəssamlığını edirdim, həm belə qəzet buraxmaq və s. Həm də komsomol deyilən təşkilatda vəzifəm var idi. Ona görə biraz bunu cəsarətlə danışmağa çalışıram. Deyir ki, bu yaraşmaz, bu adı dəyiş. İnanın, gənc yaşda, neçə yaşda olur orada? 17 yaşında gelib qəbul olursan, 3-cü kursda. 20 yaşında bir adam, mən 37-ci ilin ruhun hiss elədim elə bir ki. O qorxu da keçdi müşfiqlərin, Hüseyin Cavidlərin başına gələn qorxudan bir balaca mənim ürəyimdən keçdi. İndi o yazıcı kimi yəqin ki, məndə o da var da bir qabiliyyət ki, o təxəyyül. 80-ci illəri təsadüf edib də yəqin həmin. Bəli, 80-ci ildə qəbul olmuşam, bu hadisə 83-cü ildə olub. Hələ Sovet dövlətinin tərkibində idi. Sonra dedi ki, o oğlan ki, deyirəm ki, biraz məndən də yaxşı yazırdı o şeiri, onun şeirlərini vermişəm. Onun şeirindən misal çəkdi. Dedi, o kimdir o oğlan? Dedim ki, qonşu qrupda oxuyur da. Bəs budur. Dedi, o da sevgilisinə xitabən sanki bir şeir yazmışdı. Adı da Gedirəm. Yəni da sən məni sevmədin, küsüb gedirəm. Deyir, hara gedir? Təsəvvür edirsiniz, dəhşətdir. Bunun Hüseyin Cavid filminə baxanda mən çox sarsılmışam. Hüseyin Cavid filmi adı elə deyil, amma Hüseyin Cavid əsr olmuş filmdə adını var. Cavid ömrü. Ay sağ olun, Cavid ömrü. Dəhşətdir bu. Hara gedir deyir. Orada da müstəntiq belə, üzr istəyirəm, sarsaq suallar verirdilər də Hüseyin Cavid'ə. Adama deyərlər ki, bu Sovet dövlətinin sənə çəkdiyi xərc, əziyyət gözündən gəlsin. Hara gedirsən? Dedim, ay, adı Ələddin, qoy deyim də, Ələddin məndən. O sevgilisindən küsüb gedir, yəqin kəndlərinə gedir, ya nə bilim Bakıdan çıxıb harasa gedir. Bu ölkədən getmir, dövlətdən narazılığı yoxdur bu adamın. Yox, mən bunu müdafiə etdiyəcəm, bu da başladı əsəbləşməyə və açığı gördü ki, mənə gücü çatmayacaq, o mənimdəki dekan da, rektor da tanıyır. Əl atdı başqa vasitəyə, dedi ki, onu göndər mənim yanıma. Onu göndər deyəndə mən öz yoldaşımdır, dostumdur o adam, o uşaq.
Ona görə artıq bir addım geri çəkildim. Dedim, nə deyirsiniz ona? O şeiri dedi, çıxart oradan. Dedim, çıxardaram yaxşı. Doğrudan da o şeiri oradan çıxartdım. Qəzetin də adını dəyişdim, qoydum Gənclik və bircə nömrə buraxandan sonra ruhdan düşüb davamını dayandırdım. Yəni, universitetdə illərim belə keçdi. Hətta ikinci kursda belə bir ruh düşkünlüyünə qapılmışdım ki, artıq dərslərə getmirdim. Və bunun da səbəbini sonradan araşdıranda gördüm ki, deməli mənim içimdə özüm də bilmədən ədəbiyyata meyil var, amma mən gəlib riyaziyyat fakültəsində oxuyuram. Bugün tələbələrlə mənim yaxınlığım çoxdur, çoxlarla söhbət eləmişəm və inanın, bəlkə də 70% öz yerində deyil. 70% deyir ki, oranı istəyirdim, bura gəldim. Bu bədbəxtçilikdir həqiqətində. Çünki bir yaxşı misal var, xoşbəxtliyin deyir 50%-i ailədir, 50%-i də peşədir. Hansı yoxdursa deməli 50% getdi sənin xoşbəxtliyin. Və o ruhdan düşdüyüm o vaxtlarda, ikinci kursda yadımdadır. Universitet tarixində burada da mən yenə də rekord vurmuşam. O müsbət məna ilə bərabər mənfi mənada. Qaybılarımın sayı Bakı Dövlət Universiteti tarixində rekorda çıxdı 200-dən çox. Və gözdən necə yayınıbsa bu, 10 saat 20-30 olanları dərhal çağırırlar Komsomol bürosuna, əvvəla orada bir töhmət filan, biraz da artıq olsa azad edirlər. Bəli, 50-ni keçdi azad edirlər. Sinif nümayəndəsi xətrimi istəyirdi bir qız, bilmirəm, o bunu örtbastır eləmişdi, ya nədirsə, gec bildilər və bilən kimi dəhşətə gəlib məni çağırdılar büroya. Hamısı da tələbədir, vəzifə aparırlar. Mən ayaq üstə dayanmışam, belə aypara şəklində stolda əyləşiblər. Deyirlər ki, bu 200 saat qayıbsan, heç belə çıxış universitetə gəlmişdən, niyə gəlmişdən? Mən də yataqxanada oluram, biraz gec dururam, duranda da durub şəhəri falan gəzirəm, dərsə bir gün gedirəm, 2 gün getmirəm və universitetdəki otağımın da divarlarının rəsm əsərləri ilə, mənzərə filanla doldurmuşam. Eyni zamanda qapıda da belə bir yazı, flamaster deyirdilər. Onu ilə şriftləri belə yazmaq da bir istedad tələb edirdi. Elə yazasan ki, əyri-üyrü olmasın, sərrast olsun. O vaxtlar buna böyük ehtiyac var idi. Bugün bunu kompüter edir. O vaxt kompüter olmadığına görə. Deməli, o boyda ölkənin bir nömrəli universitetinin yeri gələndə divarına bir elan var ki, filan professorun mühazirəsi olacaq. Bunu kimsə əli ilə yazmalı. Universitetin rəssamı vardı, amma o çatdıra bilmirdi. Həm də o belə yazıdan daha çox onun istedadı portret filan da mənzərə çəkmək sahəsində rəssam idi. Mən də qapıda zarafatla belə, amma çox səliqəli flamasterla yazı vurmuşdum yataqxanadakı otağımıza. 4 yoldaş idi, 4-ümüz bir otaqda qalırdıq. Əvvələ 4-ümüzün də ad və soyadımızı yazmışdım, otaqda kimlər qalır. Sonra bir şey yazmışdım, deməli, oğruların, ələrilərin, natəmizlərin, nə bilim kimlərin otağa daxil olmağı qadağandır. Bunu zarafatla, oradan keçənləri güldürmək üçün başqa tələbələr yazmışdım. Təbii ki, heç kim Bir də otağımız açıq deyim ki, həddindən artıq töküntü, toz torpaq olurdu. Buna da zarafatla belə yazmışdım ki, otağa daxil olmamışdan əvvəl üstünüzün tozunu təmizləyin və belə təmiz verin otağa. Bir dəfə hətta dərslər başlayıb, mən otaqdayam, birdən dedilər ki, Misir Mərdanovu, mənim hörmətli müəllim, hamı tanıyır da, onda dekan mavini idi. O başda olmağına bir komissiya otaqları yoxlayır. Tez qapını içərdən bağladım, çünki bizim otaq doğrudan da bərbad vəziyyətdə idi. Keçib uzandım çarpayda, birazdan görüm qapı döyüldü. Qapı döyüldü, açmadım, bir də döyüldü. Sonra görüm Misir müəllim ucadan oxuyur. Oğruların, ələklərin, kimlərin, belə. Sonra dedi, ha və güldü, o bilər də güldülər. Qapını bir də döydülər, yəni təbii ki, açmadım. Bilirlər ki, düşündülər ki, heç kim yoxdur. Sonra içəri girəndə üstünüzü çırpın, tozunuzu təmizləyin. Onu da oxudular, güldülər, getdilər. İndi bunu başqaları da görüblər bu yazıları. Mən indi bu 200 qayıba görə ki, bu Komsomol bürosu çağırıb, deyirlər ki, sən həm töhmət almalı, həm də universitetdən qovulmalısan da. Əslində belədir. Və bunda yataqxanada qalan büro üzvlərindən biri gördüm katibin qulağına nəsə deyir. Sən demə deyirmiş ki, bu rəssamdır. Və bunların da böyük ehtiyacı var, belə şriftlərlə yaza bilən bir rəssam qabiliyyəti bilməm.
O qədər sevindi ki, katib dedi ki, yaxşı, get sənə bir şifahi xəbərdarlıq veririk. Bundan sonra çalış qaybın olmaz, ancaq sabah gəl bura, yaxşı. Səhəri gün gəldim, məni orada büroda işə götürdülər, rəssamlıq elədim. Ondan sonra qonşu fizika fakültəsi də, rektorat da, dekanlıq və s. Bunların hamısının belə işlərini görməklə vəzifə verdilər, bütün universitetdə tanındım. Bu baxımdan universitetin o dövrünün yeganə tələbələrindən olmuşam. Çox həddindən artıq maraqlı xatirələrim var. Deyirəm də, o vaxtı Faiq Bağırzadə rəhmətli deməli, o rektor çox nadir halda hansısa tələbə ilə ünsiyyətdə olmuşdu. Ancaq mənlə 200 dəfə üz-üzə gəlib söhbət olmuşdu. Hətta belə bir fakt deyim ki, o tələbələr arasında o vaxt mümkün olmayan bir şey. Deməli, belə bir qayda var idi. Yeni il vaxtı 31 dekabrda il dəyişilir. 30 dekabrdan başlayaraq 30 dekabr, 31 dekabr və 1 yanvar gecələr vəzifəli şəxslərdən kimlərsə 2 nəfər universitetdə növbətçi qalmalı idi. Universitetin gözətçisi qapdadır, bu heç. Amma növbətçi qalmalı idi. Və onlar elə bir otaqda qalmalı idi ki, elmi işlər üzrə prorektorun kabinetini ayırmışdılar ki, orada olmalıdır, yatmamalıdır, oturmalıdır bütün gecəni və dövlət orqanlarının hamısında o nömrə var, zəng edib maraqlana bilərlər. Bu da dövlət təhlükəsizliyi üçün olan bir tədbirdir məncə. İndi bugün görürük ki, o dərəcədə ona ehtiyac da yoxdur, ancaq var idi bu qanun. İndi rektoru çıxaq kənara, birinci prorektor və digər prorektor dekabrın 30-una yazılıb. Ondan sonra universitetin partkomu ilə kimsə yanvara yazılıb, amma bu 31 dekabr gecəsi axşam evində olmalıdır. Bura yazılıb universitetin komsomolunun birinci katibi Vaqif müəllim. Sonradan o Sumqayıtın icra başçısı oldu, sonra da Mədəniyyət Nazirinin birinci müavini. Həmən Vaqif müəllim idi. Çox mənim də xətrim istəyirdi, o komsomola vəzifəyə girəndən sonra o bizim bir növ böyüyümüz idi, belə deyək. Deməli, bunun ilə Mexanika Riyaziyyat Fakültəsinin katibi, o da ştatın işçi idi, tələbə deyildi. Bu ikisi düşür gecə dekabrın 31-i. Vaqif məni çağırıb dedi ki, Elxan, deməli, o birisinin adı Seymur idi o fakültədə. Mən Seymurla düşmüşəm yeni il gecəsinə, universitetə qalmalıyam. Təzə evlənmişdi, körpü uşağı da var idi. Deyir ki, özün başa düşürsən, sən Şamax'a gedəcəksən bu bayramda. Dedim ki, yox, doğrusu elə bir imkanım da yox idi ki, belə hər bayramda durum gedim Şamaxıya, kəndə. Yol pulu var, bunun nəyi var? Dedim, yox, mən yataqxanada yatacağım, keçirdəcəm yeni ildə. Nə keçirtməyəcəm, sadəcə zamanla keçəcək mənim üçün. Dedi, onda səndən bir xahişim var. Deməli, sən mənim adımdan qal orada bu gecə universitetdə, Seyvan, olar mı? Mən deyir, rektordan xahiş edəcəm ki, daha bir gənc ailə sahibi kimi mən ailəmin yanında olmaq istəyirəm. Ona görə qoy, bu tələbə vəzifəli şəxs kimi əvəz eləsin mənə. Bax, mən o gecə orada qaldım. Sadəcə xatirədə də danışıram sizə, bölüşürəm indi. Sosial şəbəkədə də eşidirlər. Həmin bu Vaqif müəllim gedəndə, gündüz tərk edib universitetə gedəndə dedi ki, düzdür, siz prorektorun kabinetində qalmalısınız, ancaq soyuqdur ora. Pletka var bir dənə. Mənim kabinetim isə özür deyil, birinci mərtəbədə çox geniş kabinet idi onun, komsomol iclasları da orada keçirirdi, kabinet böyük idi. 5-6 pletka qoyun, istidi, divanlar var və soyuducu da var. Deyir ki, gününüzün çoxunu, saatinizin çoxunu orada keçirərsiniz, amma hərdən orada zəng gələ bilər. Nəhayət, axırı dedi ki, otağımın açarında açıq qoyuram, ora sizindir. Biz də ikimiz gedib bunun otağında oturduq, hansı ki, ikinci mərtəbədə prorektorun otağında oturmalıyım. Birazdan zəng elədi, narahat idi vaxt məndə. Mən götürdüm telefonu, evindən zəng eləyir. Hələ yenilə bir neçə saat qalıb. Axşam olub, amma hələ var saat 12-yə. Deyir ki, aç soyuducunu, orada konyak var, tort var. Yəni, özünə körlük verməyin da, indi bayramı ki, siz burada keçirirsiniz. Bir də gözətçi, qoca bir gözətçi var, kişi qapıdadır, onunla işimiz yoxdur, o öz vəzifəsinin, gecə gözətçisidir. Biraz da oturduq, hələ yenilə bir 2 saatdan çox qalmış. Bu Seymur dedi ki, mənim də bir sevdiyim qızı var, onunla onlar evinə dəvət olunmuşam, nişanlı kimi, nişanlı. Sən mənə icazə verərsənmi ki, sən tək qal, mən gedim.
Dedim getdi, mənim üçün nə fərqi var? Bu getdi, mən qaldım burada Vaqifin otağında. Biraz keçdi, saat 12-nin yarısıdır, neçədirsə, yenilə az qalıb. Bu qoca gözətçi açdı qapını, döydü, girdi içəri. Gördü mən təkəm, dedi ki, rektor deyir, zəng edir ora, məntəqəyə, prorektorun otağına ki, yəni orada olmalısınız. Heç kəs götürmür telefonu. Ona görə çarəsiz qalıb, gözətçi kimi o qapının girişinə zəng elədi ki, bunlar hardadır? Dedim, hə, yaxşı, mən gedərəm ora. Çıxdım ora, gördüm ki, ora xeyli soyuqdur bu Vaqifin otağına nisbətən. Biraz oturdum, belə birazdan yuxu gəldi, işığı söndürdüm. Prorektorun, bilmirəm, rəhmətə gedib yoxsa, böyük alim, Yahya Kərimov, elmi işlər üzrə prorektorun kabinetidir. Stolu T hərfi şəklindədir. Çıxdım, bu stolun üstünü uzandım, çünki divan yoxdur o otaqda. Və bunun o şəhər telefonunda başımın altına qoydum. Boynun altına ki, bəlkə yata bilərəm, amma elə yatmaq da olmaz. İndi orada biraz da konyak filan içmişik deyə, belə yuxu da gəlir. İndi rektorun da zəngin gözləyirəm. Hayk var zaten. Ki, o bura zəng edəcək görək növbəti yerində deyərəm. Yavaş-yavaş yuxu gəlirdi ki, birdən telefon elə cingildədi ki, dik atıldım və oradan yıxıldım döşəliyə və telefon da açdı. Və telefonu havada bırakıb qulağıma apardım, Faiq müəllimin səsini eşitdim, rektor. Dedim ki, bəli, Faiq müəllim, dedi ki, kimdir o, kimdir mənimlə danışan? Əslində mən döşəmədəyəm, uzanmışam, ancaq o əskər komandirə deyən kimi, dalbadal deyirəm ki, Mexanika Nəzət Fakültəsinin 3-cü kurs tələbəsi Osmanov Elxandır. Hə, oğul. Necədir vəziyyət orada da? Artıq sual vermədi. Yoldaşın haradadır? Sən niyə buradasan? Yəqin bilirmiş ki, Vaqif müəllimi mənə əvəzləyəcək. Necədir vəziyyət? Dedim ki, yaxşıdır. Hə, bayramı mübarək olsun. Dedim, sizin də Vaqif müəllim. Yaxşı, daha mən sizi narahat etməyəcəm. Harada idinsə gedə bilərsən orada. Buna görə də çox xoş gəldi mənə. Hə. Bir daha gecəniz xeyrə qalsın dedi. Ondan sonra getdirəm o isti otağa. Yəni bu tipli Özü də çox yatırmağa yəqin ki. çox maraqlı xatirələrim olur və bitirəndən sonra da həmin Vaqif müəllimin başçılığı ilə belə bir plan qurdular. Mən artıq diplom alırdım. Bunlar məni də çağırıb belə bir məsləhət eləmək istədilər. Dedilər ki, sən müəllim diplomu ilə gedəcəksən harasa. Bölgədəsində mən Lənkərana düşürdüm. Xahişimi nəzər alıb öz kəndimizə Şamaxıya saldım. Amma deyir, biz istəyirik ki, sən qeyri-adi təşkilatçılıq, vəzifə, bacarığı, bu 3 ildə vəzifə apardın orada. Bunu göstərdin, biz istəyirik ki, sən belə bir kadr itməsin. Ona görə də Şamaxının birinci katibinə, yəni indi icra başçısı deyirlər, o vaxtda birinci katib vardı. Ona bir universitetin rektoru adından məktub göndərmək istəyirik ki, bu məzunumuzu müəllim kimi yox, indidən bir kadr kimi partiya və hökumət işçisi kimi aşağıdan yuxarıda bir vəzifə verəsiniz və bu davam etsin. Bax, belə bir məktubla mən getdim, ancaq orada Şamaxda nəsə belə baxdım vəziyyətə, birdən-birə düşündüm ki, ən yaxşısı mən müəllim işləyəcəm. 15 il öz kəndimizdə riyaziyyat, həm də fizika dərslərini dedim. Həmin vaxtı bəzən şeir, bəzən hekayə yazırdım, bunlar şeirləri göndərmirdim, hekayələr də çap olunmurdu və sonra Bakıya gəldim. Bakıya gəlməyimin də bir səbəbi vardı. Mən heç vaxt elə bir səfalı, gözəl kəndi buraxıb Bakıda yaşamaq istəməzdim. Məsələ burasındadır ki, mənim qızım artıq 8-ci sinifə keçirdi. 8-ci sinifi bitirəndə artıq məktəb qutarırdı da, məktəb özü 8 illik idi. İndi 9 illik sayılır onlara, o vaxt 8 illik deyirlər. Natamam orada. Piyada qonşu kəndə gedəcəkdi 9-10-11 həydə belə son sinifləri oxumaq üçün. Onun xatirinə Bakıya köçməli oldum. Dedim, bu 11-i qutarsın, universitetə qəbul olsun, mən yenidən qaydaram kəndə. Ancaq o Anadolu Türk liseyinə qəbul oldu imtahanla. Burada 4 illi idi. Gözləməli oldum. O qutarandan sonra da Türkiyə universitetlərinə qəbul oldu. Yer gəlmişkən deyim ki, dünya rekordu qazanmaqla o YÖS imtahanı eyni zamanda dünyanın demək olar ki, bütün ölkələrində, böyük əksəriyyət ölkələrində eyni vaxtda keçirilir, eyni suallar düşür və bu səbəbdən də başqa kimya, biologiya, ədəbiyyat bunlardan heç nə sual salınmır. 80 sual salınır, bunun 35-i riyaziyyat hesab etmirəmsə, 45-i məntiq və salam.
və eyni suallar dünyanın hər yerində olur. Bu 80 sualın 80'ini də düzgün cavab verən bütün dünyada bir olur ya 2 olur. Həmin il mənim qızım o birinciliyi qazandı. Yəni bunu özüm dərs keçmişdim, məntiqdən də, riyaziyyatdan da özüm hazırlaşdırmışdım. Və artıq mən qayıda bilərdim kəndə, daha qayıtmadım. Çünki həmin vaxtı heç özüm istəmədən qonşuluqda bir xanım vardı. Çox fəal bir jurnalist idi, jurnal redaktoru idi. O eşidəndə ki, mən şeir yazmışam, inanın ki, məcburiyyətlə əl çəkmədi, aldı şeirləri, baxdı, oxudu və dedi ki, mən bunları çap etdirəcəm. Ancaq mən daha ruhdan düşmüşdüm, istəmirdim çap olunmaq. Sanki belə məcbur getdi, çap elədi, gətirdi, verdi kitabı. Onun özündə nəsə bir maddi orada xeyri var idi. Çünki kitabı gərək pulla çap etdirəsən. Yəni, tanınmış bir şair, yazıcı deyilsənsə, nəşriyyat səndən pul istəyir. Bu da həmin pulu az miqdarda məndən aldı, özünə də nəsə qaldı yəqin ki, aparıb nəşriyyata verib, belə keyfiyyətsiz üz qabı ilə kiçik şeir kitabı buraxdı. Açdım, baxdım, heç bir sevincisi keçirtmədi. Hansı ki, onun sinifdə oxuyanda, hələ kənddə olanda Kirpi jurnalı vardı, çox möhtəşəm, belə Mərkəzi Komitənin satirik jurnalı idi. O jurnalda hansısa bir rayon rəhbəri bir məqalə ilə tənqid olundusa, o saat işdən çıxarılırdı, hələ bəlkə də həbsxana prokurorluq məsələsi olurdu. Ona görə də oranın jurnalisti bir rayona gedəndə az qala rayon rəhbəri onun qabağına xalça döşəyirdi, onu nə bilim restoranlara aparmaq, gedəndə də cibində oturmaq vermək. Onu dəqiq deyəmərəm, ancaq o Kirpidə işləyənlərin içində çox təmiz adamlar da olub. Rektor, redaktoru Salam Qətirzadə Yaxçıbaxanın dövründə çox yaxşı idi. Orada kiçik minatürü, humoristik 5-10 cümlədən ibarət minatür deyirlər. O çap olunmuşdu. Həm də Salam Qədirzadənin özünün, baş redaktorun kiçik hekayələrinin arasında çap olunmuşdu. Sanki bir belə hörmət qoyub onu belə göz qabağında çap eləmişdilər. Mən onda sevincindən uçurdum. Elə hərəkətlər etdim ki, hətta bir müəllim deyir ki, nə olub, yəni, nə böyük şey olub, nə sevinirsən. Ancaq bu ilk kitabım çıxanda heç bir sevincisi keçirmədi. Buna baxmayaraq necə oldusa, ikinci şeir kitabında elə o cür kiçik, kasıb bir üzlə oldu. Üçüncü olanda, çap olunanda, eyni zamanda 2 povest və 4 hekayəmi də verdim çapa. Söz çap olundusa da, bu elə nəşriyyatda da qaldı, verdilər özümə, evdə qaldı, 5-6 dost tanışa paylamaqla nə olacaq ki? O cürdə qaldı. İkinci roman çap olundu. Hansı romandır? Pəncərədə görünən kölgə. 700, cəmi 700 tirajla buraxdılar. İnanın ki, o 700 kitab elə nə qədər, 7 il keçmişdi, hələ də onun çoxu qalmışdı. Yəni, bunu mağazalar götürməz. Çünki tanınmayan bir yazıçının kitabını götürmürdülər ki, bu əlimizdə qalacaq, olsa sata bilməyəcək. 5 nəfərə, 10 nəfərə adamın nə qədər tanış olacaq ki, bunu paylasın. Mən də o xarakterdə deyiləm ki, bir qədər uzaq tanışlara verim deyim, al bu mənim kitabımdır. Ancaq ailə üzvləri 1-2 nəfər yaxın qohum. Qalanlar ilə qalmışdı uzun müddət. Onun ardınca bu xəyanət romanı yazılanda, deməli, redaktor dedi ki, neçədən çap olunsun? Sayın soruşur ki, onun məbləğində də pulun hissəsi qədərində. Dedim 200. Baxmayaraq ki, ondan əvvəlki 700 olmuşdu. Görəndə ki, əlimdə qalıb. Heç təsəvvür edəməzsiniz. Hətta bu 200-ün özü də mənim üçün böyük. Çox idi. Çünki mənim 200 tanışım yoxdur ki, mən onlara paylayım. Və bunlar 200 bunu çap etdilər. Məni çağırdılar ki, kitablar hazırdır, gəl götürürlər. Qayda belədir. Həqiqətən günün reallıqlarını o qədər dəqiq, aşkar, tam çılpaqlığı ilə əks elətdirmişsiniz ki, məsələn, mən sizə Qazinin ölümü əsəri üçün, bütün əsərlər üçün, onun üçün xüsusi minnətdarlığımı bildirirəm. Yəni, o əsəri belə göz yaşsız, ürək ağrısız dinləmək, oxumaq olmur. Düzdür, indi hamı elə deyil, amma günün reallığıdır, onu elə əks elətdirmişsiniz. Bir də sualım ondan ibarətdir ki, Qambay Qasımlının, yəni o obrazın adını nəyə əsasən, yəni digər ad yox, məhz Qambay qoyulmuşsunuz? Çox da özünə tam güvənən adam olmamışım o illərdə də. Bunu çox təkrar etmişəm görüşlərdə. Bu yenə deyim ki, deməli, mərhum yazıçımız rəhmətli Elçin Əfəndiyevin, o eyni zamanda alim idi, deməli,
elmi kitabları vardı filologiyadan, ədəbiyyatdan. Tənqid və ədəbiyyatşünaslığımızın problemləri kitabı mənim stolüstü kitabım olmuşdu. Qalın kitabı idi, o qədər maraqlı yazmışdı ki, mən hətta bəzən düşünürəm ki, bax elə tənqidi elmi əsərləri də yazıcı yazsa yaxşıdır. Hətta tarix kitablarında yazıcı yazsa yaxşıdır, amma bir şərtlə tarixçi ilə qoşaq. Məsələn, dərslikləri verirlər ki, bu yazıcı ilə bu tarixçi birlikdə yazsın ki, oradakı cümlələr uşaqların beyninə daha rahat həkk olsun. Bu çox maraqlı olduğuna görə dönə-dönə oxuyurdum. Orada bir abzas var idi. O abzasda üzün tuturdu yazıçılara, deyirdi ki, bəs bizim Sherlock Holmes'umuz nə vaxt yaranacaq? Hansı ki, bütün dünyada Sherlock Holmes'un hamı sevir. Hətta bu günə qədər də onun güya yaşamış olduğu o ünvana məktublar gedir dünyanın çox yerindən. Kaş bizdə. Və onda həvəslənmişdim və başladım bunu ad axtarmağa və düşündüyüm nə olmuşdu əslində. Birincisi ad, türk adı olsun. Mən demirəm ki, indi tam razı qalmışam o vaxtki tapıntımdan. Yox, müəyyən sonradan peşmançılığım oldu. Türk adı olsun, sonrası çox da rast gələn ad olmasın, amma mövcud olan adı olsun. Mövcud belə ki, Qambay adında mən bir eşitmişdim ki, bizim kənddə keçmişdə olub belə adam, bir kişi qətlə gedib. Bir də ki, Respublika prokuroru var idi Sovet dövründə, Qambay Məmmədov. Bir də bunun adını eşitmişdim. Yəni, iki Qambay artıq mən bilirdim var. Qan türk sözüdür. Bay da, bəy də, ümumiyyətlə, bu türkdən gəlməlidir. Amma Qasımlı da milli, li şəkilçisi ilə qoymaq istədiyim Qasımlı, amma sonradan, hətta kitab çapandan sonra birdən diqqət yetirdim ki, Qasım ərəb adı. Ərəbdən gələn, indi düz Azərbaycanlılaşıb, amma məncə ərəbdən gəlib. Orada cüzi bir peşmançılıq oldu ki, gərək onun da belə bir türk, özümüzə uyğun bir soyad tapaydım. Amma ad baxımından nəyə görə bir narahatçılığım oldu sonradan? Məsələ burasındadır ki, mənim tapdığım Qan və Bay. Bilirəm ki, bu ad varsa da, yoxsa da bu düzəltdiyim ad türk kökənlidir. Amma Azərbaycanda keçmişdə qoyulan o deyirəm ki, bir kişi olur, nə bilim, rəhmətə gedib kənddə, sən demə o adın kökü başqa imiş. Deməli, texnologiya inkişaf etdikcə Sovet dövlətinə traktor gələndə hansısa kimsə oğluna başlayıb traktor adı qoymağa. Çox gülməli də olsa. Və kombayna gələndə elə təəccübləniblər ki, bu vaxta qədər dəryazla, çinlə biçirdi, taxılı, indi böyük bir maşın biçir. Kombayn, uşağın adını qoyub kombayn. Və bu kombayn sözü gəlib qombay, gəlib həmən o adları qoyublar. Və buna görə də kimsə mənim qəhrəmanın adında M əvəzinə M yazanda mən biraz narahatlıq keçirdirəm. O M ona işarə edir, kombayna. Mən Ağa Kişiyeva deyil, Azərbaycan Dil Universitetinin jurnalistika tələbəsiyəm, 1-ci kurs tələbəsiyəm. Sizin şantaj kitabınızı oxumuşam və buradan çox maraqlı dərslər götürmüşəm. Sadəcə soruşmaq istəyirəm ki, burada da gerçək yaşanmış bir hadisədir. Bəs sizin üçün bir problem yaratmışdımı bu? Yüzlərlə bizim hələ mənə çatandan qızlarımız şantaja uğrayır. Yazıcı bunları ümumiləşdirir və özü bir o qızın obrazını yaradır, özü ona ad qoyur, Ülker və o yazıcı taktikası, yazıcı priyumudur ki, məsələn, orada işlədirəm ki, yazıcı adı çəkilmir, amma Elxayn Atlı olsa tez olunur. Ki, ona yaxınlaşdı, sonra da türmədən, həbsxanadan ona göndərdi, yəni mənə göndərdi, mən də sizə təqdim edirəm. Burada oxucunu mən o reallığın içinə saldım. Hətta o qadın həbsxanasında mənə hələ içəri zala girməmiş çay içirdi nəzarətçilərlə, zabit xanımlar vardı. Onlar gülə-gülə dedi ki, xanım, burada girən kimi sizdən Ülkəri soruşacaqlar. Öz aralarında Ülkəri axtarırlar. Axtarırlar və sizdən soruşacaqlar ki, adını dəyişmişsinizsə hansımız o da, burada kimdir belə. Siz deyir, onlara deməyin. Deyin ki, hələ buradadır. Sizin aranızda da ancaq kimliyini deməyəcəm. Qoy deyir, axtar-axtar qalsınlar. Hal-hazırda yaş kateqoriyasından asılı olmayaraq kitabxanalara müraciət edənlərin sayında azlıq müşahidə olunur. Bir kitabxanacı kimi bu barədə nə deyə bilərsiniz və ümumiyyətlə oxucu sayını artırmaq üçün hansı addımlar atılmalıdır? Təşəkkür edirəm suala görə. Təbii ki, kitabxanalarda oxucular azalır. Amma o oxucuları çoxaltmaq üçün, yəni oxucuların sayını artırmaq üçün məhz həmin oxucuların necə deyirlər, zövqündə olan, onların dünya görüşünə yaxın olan kitablar səsləndirilməlidir ki, onlar kitabxanaya daha çox gəlsinlər. Xüsusilə məsələn az
az yaşlıları nəzərdə tuturam. Məsələn, məktəbliləri, daha az yaşlı uşaqları kitabxanalara, xüsusilə məsələn biz öz kitabxanamıza, Respublika Gözlənilən kitabxanasına onları cəlb eləmək üçün onların yəni həm bilik səviyyəsinə, həm dünya görüşünə uyğun kitablar səsləndirməliyik ki, onlar bizim kitabxanaya daha çox gəlsinlər. Düzdür, biz yəni oxucuların azlığından şikayət eləmirik hal-hazırda. Yəni Respublika Gözlənilən kitabxanası olaraq. Amma çox olsa daha yaxşı olar. Təbii ki, bizim də səsli kitablar bir yerə qədərdir. Dediyimiz kimi, yəni daha çox səsləndirmək olmur. Ona görə də bunun üçün təbii ki, maddi vəsait də lazımdır ki, oxucuların, necə deyirlər, dünya görüşünə uyğun, onların zövqünə uyğun kitablar səsləndirilsin. Buna da çalışırıq ən azından. Bugün məşhur yazıcı Elxan Elatlı ilə başlayan görüş, yəni tədbir nə haqqdadır? Bu haqqda məlumat verə bilərsinizmi? Bugünkü tədbirimiz hər zaman olduğu kimi biz ümumiyyətlə hər zaman şair və yazıçılarla görüşürük və onlarla tədbirlər keçirik. Bu tədbirlərin əsas məqsədi, motivi ondan ibarətdir ki, biz hər tədbirdə mütləq ki bir audio kitab təqdim edirik. Və dolayısıyla bugünkü tədbirin də əsas motivi ondan ibarətdir ki, Elxan müəllimin sonuncu kitabı deyil, ancaq sonuncu səsləndirilən bir kitab var. Armet Mişel tarixi romandır və bu tarixi romanın təqdimatına həsr olunmuşdur. Hörmətli tamaşaçılar, beləliklə Elxan Elatlı ilə görüşümüz sona çatdı. Bugün görüşümüzdə Elxan Elatlı həm oxucuların, həm də auditoriyanın suallarını cavablandırdı. Növbəti reportajlarımızda görüşənədək. Sağ olun, salamat qalın.